Yol əhvalatı, uşaq hekayəsi. Dərs ilinin son günü idi. Müəllim elan elədi. Sabah Qəbələdə yerləşən yay düşərgəsinə yollanırıq. Ura! 5B sinifinin uşaqları bir ağızdan qışqırdılar. Səhər saat 8:00-da hamı məktəbin həyətində olsun. Yol çantalarınızla birlikdə. 2 saatdan artıq idi ki, yoldaydılar. Amma yol boyu telefonda oyun oynayan, deyib gülən uşaqlar heç yorulmamışdılar. Hava quru və isti idi. Şəhərdən uzaqlaşdıqca yaşıllıq artır, göz oxşayan mənzərələr bir-birini əvəz eləyir, təbiət onları rəngarəng qoynuna alırdı. Yolun üstündə bulaq görən sürücü avtobusu kənara çəkib saxladı. Uşaqlar sərin bulaq suyunda əl-üzlərini yudular. Kimi fincanla, kimi ovcunda doyunca su içdi. Onlara həsrətlə baxan sevinc şikayətləndi. Heyf, mən bu sudan içə bilmərəm. O saat boğazım ağrıyar. Sən hər şeyi ilıq içib, boğazına pis öyrətmisən, Cəmil dedi. Bu sudan boğaz ağrımaz. Ona qulaq asma, elə yaxşı ağrıyar ki. Fərid sözə qarışdı. Mən də içmirəm, portağal şirəsi istəyirəm. Cəmil Fəridin bu sözünə gülümsədi. Gərək bağışlayasan, amma buralarda portağal şirəsi tapmaq çətin məsələdir. Qəflətən İncinin cingiltili səsi eşidildi. Quzulara baxın. Biraz aralıda bir neçə qoyun və quzu otlayırdı. Əlində çomaq olan balaca bir oğlan onların yanında dayanmışdı. Körpə quzular uşaqlardan qorxub itələşdilər. Fərid saymaz yana soruşdu. Ey çoban, buralarda market var? Nihat onu dümsüklədi. Elə demə, inciyər. Niyə inciyir ki, qoyun quzu otarana çoban demirlər? Oğlansa dinmirdi. Sevinç ona yaxınlaşdı. Sənin adın nədir? Kərim. Bəlkə yaxınlıqda market olar. Bizə göstərə bilərsən? Oğlan nədənsə özünü itirdi. Ətrafa boylanıb yavaş səslə, yox, yaxınlıqda yoxdur, dedi. Fərid gözlərini süzdürdü. Telefonunda xəritəni açıb market axtarmağa başladı. O nədənsə bu oğlanı sevməmişdi. Onun kəndirlə bağlanmış köhnə ayaqqabılarına baxıb rişxənd elədi. Üst başına bax elə, axtarsan heç bəlkə 2 hərf tanımır. Nə əlaqəsi var? Oğlansa bu söhbətlərə fikir vermirdi. Maraqla Fəridin əlindəki iPhone-a baxırdı. Deyəsən telefonuma da gözü düşüb. Fərid mızıldayıb ondan uzaqlaşdı. İncinin isə bu utancaq oğlanla danışmaq xoşuna gəlmişdi. Kərim, olar biz bu quzuların şəklini çəkək? Oğlan gülümsüyüb başını tərpətdi. Fotosesiya başladı. Qoyun quzunun fonunda o ki var şəkil çəkdirdilər. Uzağa getməyin. Birazdan yolumuza davam eləyəcəyik. Ağacın budağından asılmış heybə Cəmilin diqqətini cəlb elədi. Heybənin ağzı aralı idi. İçində dəftər, kitab görünürdü. Kərim, sən dərslərini burada oxuyursan? Hamı dönüb oğlana baxdı. O dinmədi. Niyə də yox? Müəllim söhbətə qarışdı. Təmiz havada dərs adamın başına yaxşı girir. Başın qarışır oxumağa, bir də baxırsan ki, quzular yoxdur. Canavar hamısını aparıb. Uşaqlar gülüşdülər. Kərim pörtüb qızardı. Müəllim zarafatı qulaqardana vurdu. Oxuyan fürsət tapıb hər yerdə oxuyur. Afərin sən oğul. Vaxtı boşuna itirmirsən. Ən çox sevdiyin fən hansıdır? Riyaziyyat. Oğlanın gözləri parıldadı. Oo! Uşaqlar heyrətləndilər. İnci kinayə ilə Fəridə baxdı. O isə çiyinlərini çəkdi. Bəs məktəbə nə vaxt gedirsən? İnci soruşdu. 2-ci növbəyəm. Birazdan qardaşım gəlib məni əvəz eləyəcək. Müəllim Kərimə daha bir neçə sual verdi. Məlum oldu ki, onun atası hərbi vəzifəsini yerinə yetirərkən minaya düşüb və indi oğlan qardaşı ilə bərabər ailənin ehtiyaclarını ödəməyə kömək eləyir. Kərimlə sağollaşdılar. Yola davam eləmək lazım idi. Hərə avtobusda öz yerini tutandan sonra tərpəndilər.
Maşın yavaş-yavaş yola çıxıb sürəti artıranda sevincin, həyəcanlı səsi eşidildi. Saxlayın. Kərim dalımızca qaçır. Sürücü avtobusu saxlayıb qapını açdı. Hamı tənginəfəs olmuş oğlana baxırdı. Nə olub bala? Bu yaddan çıxıb. Oğlan Fəridin bulaq başında unutduğu iPhone-u uzatdı. Fərid yaman pərt olmuşdu, xəcalət çəkirdi. Dinməzcə maşından düşərək telefonu aldı. Dostları onun əvəzinə oğlana dilağız elədilər. Çox sağ ol, Kərim. Hey, sən yaxşı oğlansan, halal olsun sənə. Fərid oğlanın əlini sıxıb təşəkkür elədi. Hamı əl çaldı. Hekayənin sonu. Hekayənin müəllifi Reyhan Yusif qızı. Hekayəni sizin üçün biz oxuduq. Mən Kamal Yaşar və həmkarım Təranə Ocaqverdiyeva. Sağ olun, əziz balalar.